Salam hər kəsə. Bugünkü fizika dərsimizin mövzusu elektrik sahəsinin intensivliyi və elektrik sahəsinin qüvvə xəttləri. Keçən mövzumuzun izahına elektrik sahəsinin qüvvə xarakteristikası elektrik sahəsinin intensivliyidir. İntensivlik vektorel kəmiyyətdir. Y hərfi ilə işarə olunur. Baxın, belə bir şəkil qeyd etmişəm bura. Q0 nöqtəvi yükü götürmüşəm. Yəni Q0 elektrik sahəsini yaradan nöqtəvi yükdür. Həmin sahəyə kənardan yüklər daxil olur ki, kənardan daxil olan yüklər adlanır sınaq yükü. Bu zaman həmin nöqtəvi yüklə sınaq yükü arasında qarşılıqlı təsir baş verir. Və nöqtəvi yük hər bir sınaq yükünə həmin yükün qiymətinə uyğun olaraq bir elektrik qüvvəsi ilə təsir edir. Məsələn, Q sınaq yükünə F elektrik, 2Q sınaq yükünə isə 2F qüvvəsi ilə təsir edir. Yəni, sınaq yükünün qiyməti böyükdürsə, nöqtəvi yük tərəfindən ona böyük qüvvə təsir edir və buna görə də qüvvənin yükə olan nisbəti sabit kəmiyyət olub, adlanır elektrik sahəsinin intensivliyi və intensivlik elektrik sahəsinə gətirilmiş sınaq yükünün qiymətindən asılıdır. Mən belə bir qrafik qururum. Deməli, Y sınaq yükünün qiymətindən, Q sınaqdan və elektrik qüvvəsinin qiymətindən asılı deyil. Məsələn, sınaq yükünün qiyməti artanda qüvvənin qiyməti də artır. Ona görə də Y-nin qiyməti sabit qalır. Və buradan intensivliyin vahidini çıxara bilərik. Qüvvənin vahidi Newton, yükün vahidi isə kulon olur. Newton bölünsün kulon. Bəs intensivlik hansı fiziki kəmiyyətlərdən asılıdır? Qeyd etdik ki, nöqtəvi yüklə sınaq yükü arasında qarşılıqlı təsir baş verir və bu qarşılıqlı təsir zamanı kulon qüvvəsi meydana çıxır. Və kulon qüvvəsinin düsturunu, elektrik qüvvəsinin düsturunda, baxın, burada yerinə yazsaq, bu düsturdakı Q0 və Q yükləri var ki, bunlardan biri sınaq yükü, digəri isə nöqtəvi yükdür. Və sınaq yükü, baxın, bu sınaq yükü ixtisar gedir və aldığımız düstur elektrik sahəsinin intensivliyinin asılı olduğu düstur olur. Elektrik sahəsinin intensivliyi, elektrik sahəsini yaradan nöqtəvi yüklə düz mütənasib, nöqtəvi yükdən olan məsafə ilə isə tərs mütənasibdir. Məsələn, bu düstura deyəcək ki, vakuumda nöqtəvi yük üçün elektrik sahəsinin intensivliyi əgər nöqtəvi yük mühitdə yerləşərsə, bu zaman məxrəcə mühiti xarakterizə edən kəmiyyət daxil olunur ki, bu da dielektrik nüfuzluqdur və intensivliyin qiyməti epsilon dəfə azalır. Baxın, mühitdəki intensivlik vakuumdakı intensivlikdən epsilon dəfə kiçikdir. Əgər zərrəcik, yəni nöqtəvi yük mühitdən vakuuma düşərsə, intensivliyin qiyməti epsilon dəfə artacaq. Vakuumdan mühitə düşərsə, intensivliyin qiyməti epsilon dəfə azalacaq. İntensivliyin digər vahidi isə testlərdə qarşılaşacaqsınız. Deməli, Y bərabərdir U böldə. U burada elektrik gərginliyidir. Gərginliyin vahidi voltdur. D burada məsafədir. Məsafə vahidi də metrdir. Ona görə də elektrik sahəsinin intensivliyinin digər vahidi olur volt bölünsün metr. Sonra, baxın, bu düsturdan elektrik qüvvəsini tapsaq F bərabərdir Q-yedir və buna deyəcəyik ki, elektrik sahəsinə gətirilmiş yükə təsir edən qüvvə F bərabərdir Q-ye və F-i burada M-a əvəz etməklə elektrik sahəsində yüklü zərrəcik üçün hərəkət tənliyinin düsturunu çıxarmış olarıq. Yəni, M-a bərabərdir Q vur Y. Keçək digər səhifəmizdə. Digər səhifəmizdə isə, məsələn, elektrik sahəsinin qüvvə xəttlərinin istiqamətini göstərmişəm və yaxud da ki, intensivlik vektorunun istiqaməti. Yəni, elektrik sahəsini əyanı təsəvvür etmək üçün qüvvə xəttlərindən istifadə edilir. Müsbət yükün qüvvə xətti özündən kənara doğru yönəlir. Baxın, burada ox yoxdur. Mənfi yükün qüvvə xətti isə xaricdən yükə doğru yönəlir. Qüvvə xəttlərinin istiqamətləri müxtəlif tərəflərə yönəlib və ona görə də müsbət yükün yaratdığı və yaxud da ki, mənfi yükün yaratdığı bu elektrik sahəsi adlanacaq qeyri-bircins elektrik sahəsi. Yəni, baxın, məsələn, qüvvə xəttləri sıx olan yerdə elektrik sahəsinin intensivliyinin qiyməti böyük, qüvvə xəttləri seyrək olan yerdə elektrik sahəsinin intensivliyinin qiyməti isə olacaq kiçik. Məsələn, baxaq, burada şəkillər göstərilir. Məsələn, topluda bizdə şəkil var ki, bunun içərisində boşluq yazır.
və qüvvə xətlərinə görə biz həmin o boşluğa yükün işarəsini yazırıq. Məsələn, qüvvə xətti kənara yönəlibsə, bunun işarəsi müsbət. Qüvvə xətti yükə doğru yönəlibsə, işarəsi nə olacaq? Mənfi. Məsələn, baxın bu şəklə. Bu şəkildə də elektrik sahəsinin qüvvə xətləri yönəlmişdir. Amma qüvvə xətləri nə cür yönəlmişdir? Baxın, bu hissədə qüvvə xətləri sıx yerləşir, bu hissədə isə qüvvə xətləri arasında məsafə daha böyükdür. Ona görə də bu cür sahəni biz adlandıracaq qeyri-bircins elektrik sahəsi. Və qeyri-bircins elektrik sahəsinin C nöqtəsində elektrik sahəsinin intensivliyi vektorunun qiyməti daha böyükdür. A nöqtəsində isə intensivliyi vektorunun qiyməti daha kiçikdir. Sonra buna qeyd etdik ki, bu qeyri-bircins elektrik sahəsidir. Bir də var bircins elektrik sahəsi. Baxın, bu şəkildə isə bircins elektrik sahəsi təsvir edilmişdir. Məsələn, bircins elektrik sahəsi nə cürdür? Məsələn, dərsliklərimizdə də nə cür verir bizə? Deməli, 2 metal lövhə götürülür. Lövhələrdən biri müsbət yüklənib, digər lövhə isə eyni miqdarda yüklənib, amma işarəcə əks yüklənib. Digər lövhə isə mənfi yüklənib. Bu zaman intensivlik vektoru müsbət yükdən mənfi yükę doğru yönəlir. Bütün nöqtələr üçün istiqamətlər eynidir. Həmin düz xətlər arasında baxın, xətlər arasında məsafələr də eynidir. Ona görə də belə sahə adlanır bircins elektrik sahəsi. Məsələn, deyilə bilər ki, 2 nöqtəsindəki intensivliklə 6 nöqtəsindəki intensivliyi müqayisə et. Ona biz deyirik ki, 2 nöqtəsindəki intensivlik 6 nöqtəsindəki intensivliyə bərabərdir. Çünki bu sahə bircins elektrik sahəsidir. Və bircins elektrik sahəsinə dərslikimizdə belə bir tərif verir. Bütün nöqtələrdə intensivliyin qiyməti və istiqaməti eyni olan sahə bircins elektrik sahəsidir. Keçək bu şəklə baxaq. Bu şəkildə isə bircins elektrik sahəsi deyil, qeyri-bircins sahədir. Və burada müsbət yükdən müxtəlif məsafələrdə intensivlik vektorları göstərilmişdir. Və bizdən soruşula bilər ki, hansı nöqtədə intensivliyin qiyməti daha böyükdür? Və biz baxaq. Məsələn, baxın bu nöqtə, gəl bu nöqtəyə, deməli 1 nöqtəsi. 1 nöqtəsi müsbət yükę daha yaxındır, yəni məsafə kiçikdir. Məsafə kiçikdirsə, həmin nöqtə üçün intensivlik vektorunun qiyməti böyükdür. Yəni, Y bərabərdir. Düsturumuzu qeyd edək. Y bərabərdir. K modulda Q0 bölünsün nə yazırıq? R kvadratı. Digər nöqtə isə, məsələn, ən böyük məsafə. Məsələn, bu müsbət yükdən daha uzaqda yerləşən yükümüz isə nədir? Nöqtəmiz isə nədir? 4 nöqtəsidir. Məsafə böyükdürsə, həmin nöqtədə intensivliyin qiyməti nədir? Kiçikdir. Baxaq digər səhifəmizdə. Digər səhifədə də yenə müsbət və mənfi yüklər verilmişdir ki, həmin yüklərdən, məsələn, bu mənfi yükdən müəyyən məsafədə bir A nöqtəsi verilib, digərində isə B nöqtəsi verilib. Baxın, burada verim. Deməli, RB məsafəsi RA məsafəsindən kiçikdir. Yəni, B nöqtəsi mənfi yükę daha yaxındır. Məsafə kiçikdirsə, həmin nöqtədəki intensivlik daha böyükdür. Məsələn, eyni ilə baxaq. Müsbət yük. Müsbət yükdən də yenə müsbət yükdən A nöqtəsinə qədər olan məsafə RA məsafəsidir. B nöqtəsinə qədər olan məsafə RB məsafəsidir. Məsələn, B nöqtəsi yükə daha yaxındır. Yükə yaxındırsa, həmin nöqtədə intensivliyin qiyməti daha böyükdür. Baxın, düsturumuza görə, yəni intensivlik məsafə ilə nədir? Tərs mütənasibdir. Baxaq, digər şəkil. Müsbət yükdür, həmin yükdən müəyyən məsafələrdə A nöqtəsi, C nöqtəsi, B nöqtəsi verilib. Hansı nöqtədə intensivliyin qiyməti böyükdür? Və bu zaman deyəcək ki, hansı nöqtədə A nöqtəsində ən kiçik isə hansı nöqtədədir? Ən kiçik isə B nöqtəsindədir. Məsələn, burada nəyə qeyd etmişəm? Sahəni yaradan Q yükü müsbətdirsə, elektrik sahəsinin intensivliyi vektoru sahənin istənilən nöqtəsində radial istiqamətdə yükdən xaricə doğru mənfidirsə, yükə doğru yönəlmiş olur. Bu səhifəmizdə isə artıq biz yekun intensivlik vektorunun, yəni ayrı-ayrı yüklərin yaratdığı intensivliklərin yekununun qiymətinin tapılması ilə tanışılacaq. Baxın, yekun intensivlik vektorlarının qiyməti toplana da bilər, çıxıla da bilər.
Məsələn, Pifaqor teoremi, kosinuslar teoremi ilə də biz yekun intensivlik vektorunun qiymətini tapa bilərik. Gəlin baxaq, burada bizə verilən şəklə uyğun biz yekun intensivlik vektorunun qiymətini təyin edək. Burada işarə bizə nə üçün lazımdır? İşarə bizə yekun intensivlik vektorunun istiqamətini tapmağa kömək edəcək. Baxaq, birinci K yükü bizdə mənfi yükdür. İndi həmin K yükünün O nöqtəsində intensivlik vektoru özünə doğru yönəlir. Buna yazaq YK. Digər isə müsbət dörtküdür. Müsbət dörtküdür, yəni L nöqtəsində yerləşən. Müsbət yükdürsə, həmin müsbət yükün verilən nöqtədə, yəni O nöqtəsində intensivlik vektoru özündən xaricə doğru yönəlir. Bura yazaq YL. Və biz tapdıq ki, L nöqtəsində iki intensivlik vektoru tapdıq ki, həmin vektorların istiqaməti eyni yönəlib. Vektorların istiqaməti eyni olanda biz yekun vektoru tapmaq üçün onları toplamalıyıq. Bu zaman toplayıb gəlin qiymətini də tapaq. Yazaq Y yekun bərabərdir. Birinci müsbət üçün yazaq K vurulsun. Modulda 4Q. İndi mən belə yazıram, çünki moduldan elə işarə müsbət olacaq. Bölünsün. Məsafə nədir? 2D'dir. Bura yazacaqsı 4D kvadratı. Üstəgəl mənfi yük üçündə, yəni digər yük üçündə K mənfi küdür, modullusa müsbət kü, məsafəmiz yenə D kvadratın 4'lər buradan ısrar gedəcək. Burada oldu K kü D kvadratı, onda alırıq 2K kü bölünsün D kvadratı. Buradan ümumiyyətlə nəticə olaraq yadımızda nəyi saxlamalı? Biz tapdıq ki, burada yekun intensivlik vektoru toplandı. Nə zaman toplanacaq? Deməli, yüklərdən biri müsbət, digəri mənfi olarsa, daxildə verilən O nöqtəsində yekun intensivlik vektorunun qiyməti artacaq. Yəni, biz onları toplamalıyıq. Bu zaman yekun intensivlik vektorunun istiqaməti də mənfi yükə doğru yönələcək. Yəni, yenə qeyd edirəm, istər biri müsbət, biri mənfi olanda daxildə intensivlik vektorunun qiyməti artacaq. Amma işarələr eyni olanda isə bu zaman yekun intensivlik vektorunun qiyməti biri digərindən çıxılacaq, yəni fərq olacaq. Məsələn, baxaq, müsbət yük. Baxaq, daxildə bir A nöqtəsi verim. Hər iki yükdən, A nöqtəsi hər iki yükdən eyni məsafədə yerləşib. Və bu zaman yüklərin qiyməti də bərabər olarsa, daxildə yekun intensivliyin qiyməti 0 olacaq. Yəni, qeyd edək biz. Yəni, Q1-də müsbətdir, Q2-də müsbətdir. Sonra yüklər qiymətcədə bərabərdir, Q1 bərabərdir Q2-yə və aralarında məsafələr də bərabərdir, R1 də bərabərdir R2-yə. Bu zaman daxildə yekun intensivliyin qiyməti nəyə düşəcək? 0-a. Məsələn, yüklərin işarəsi mənfi də olsa, baxın bu şəkildə də yenə mənfi Q, daxildə A nöqtəsi, məsafələr də eynidir. Bu zaman daxildə yekun intensivliyi nə olacaq? 0 olacaq. Amma digər tapşırığımıza baxaq. Digər tapşırığımızda isə fərqlidir. Fərqli nədir burada fərqli olan? Yüklər işarəcə eynidir, yəni hər ikisi mənfidir, qiymətləri də eyni. Fərqli olan isə onlar arasındakı məsafədir. Məsələn, indi bizə nə qeyd edir? Bizə deyir ki, ikinci yükün A nöqtəsində yaratdığı elektrik sahəsinin intensivliyi olarsa, A nöqtəsində yekun intensivliyin həm qiymətini tapın, həm də istiqamətini tapın. İndi A nöqtəsindəki, məsələn, Q2 yükünün intensivliyi qeydisə, bu zaman Q1 yükünün A nöqtəsindəki intensivliyi ondan 4 dəfə böyük olacaq 4Y. Məsələn, soruşularsınız ki, nəyə görə? Bu zaman intensivliyin tabe olduğu düsturu yazırıq, K2 0 bölünsün R kvadratı. Niyə burada R kvadratı ilə tərs mütənasibdir? Məsələn, Q1-in məsafəsi, yəni A-ya nəzərən R-dir, bunun məsafəsi isə 2R-dir. Məsafə kiçik olduğundan intensivliyin qiyməti digər yükün intensivliyinin qiymətindən böyük olacaq. Neçə dəfə böyük olacaq? 4 dəfə, çünki kvadratdır. Və biz tapdıq burada birini 4Y, birini də Y. İndi biri, hər ikisi mənfidir. Bəs yekun intensivliyi nə cür tapacaq? İndi bu mənfi yükün A nöqtəsindəki intensivlik vektoru mənfi olduğuna görə özünə doğru yönəlir. Buna yazırsınız Y1. Digər mənfi yükündə A nöqtəsindəki intensivlik vektoru özünə doğru yönəldi. Bunu isə yazdıq Y2. Deməli, A nöqtəsində
İki intensivlik vektoru tapdıq. Biri Y1, biri Y2. Y1'miz 4, Y'de, Y2'miz ise 7. İstiqamətlər əks olduğuna görə Y1'dən Y-ni çıxırıq. Bu zaman yekun intensivliyin qiyməti olur 3Y və istiqaməti hansı tərəfə yönələcək? İstiqaməti böyük tərəfə yönələcək. Bura yazacaqsınız. Neçə Y? 3Y. Buradan nəticəmizi yadda saxlayaq. Nəticəmiz nədən ibarət olacaq? Deməli, işarələr eynidir. Arada yüklər də eyni, məsafələr də eyni olsa, daxildə yekun intensivlik 0 olur. Amma nə zaman 0-dan fərqli olacaq? Məsələn, ya məsafələr fərqli olmalı, ya da yüklərin qiyməti fərqli olmalıdır. Bu zaman daxildə verilən nöqtədə yekun intensivliyin qiyməti 0-dan fərqli olacaq. Sonra nəyi yadda saxlamalıyıq? Yüklərin işarəsi bizə intensivlik vektorunun istiqamətini tapmağa kömək edəcək. İstiqaməti tapandan sonra biz yekunun qiymətini ya toplamalıyıq, ya çıxmalıyıq, və yaxud da ki, Pifaqor və ya kosinuslar teoremini tətbiq etməliyik. Yəni, hansından istifadə edəcəyimizi bilmək üçün işarəsi bizə kömək edəcək. Baxaq digər səhifəmizə. Məsələn, digər səhifəmizdə də baxın, yenə müsbət yükdür, mənfi yükdür. A nöqtəsindən müsbət yükün intensivlik xətti özündən kənara, mənfi yükün özünə doğru və hər iki yükün intensivlik vektorları üst-üstə düşdüyünə görə A nöqtəsindəki yekun intensivlik toplamdır. Məsələn, bu şəkildə. Müsbət yük, mənfi yük. Deməli, burada A nöqtəsi verir. Bu zaman həmin yüklər arasındakı, baxın, bura 90 dərəcə olur. Bu zaman yekun intensivliyin qiyməti Pifaqor teoremindən və istiqamət isə həmin vektorlar üzərində qurulmuş paralelogramın diaqonalına görə tapılacaq. Digər şəkildə isə yekun intensivliyin qiyməti kosinuslar teoreminə görə, məsələn, müsbət yükün A nöqtəsində intensivlik vektoru özündən kənara, mənfi yükün intensivlik vektoru isə özünə doğru yönəlir və A nöqtəsində yekun intensivlik olacaq paralelogram qaydası ilə paralelogramın diaqonalı. Keçək digər səhifəmizdə. Digər səhifəmizdə testlərə tətbiq olacaq. Baxaq tətbiqlərimizə. Elektrik sahəsinin intensivliyinin vahidi hansıdır? Qeyd-edəcək nədir? Newton bölünsün kulon. Yəni, hansı düstura görə Y bərabərdir F böl Q. Məsələn, 6 nömrəli testdə hansı şəkildə təsvir olunmuş qüvvə xətləri bircins elektrik sahəsidir? Qeyd etdik ki, bircins elektrik sahəsində qüvvə xətləri eyni istiqamətdə yönəlməlidir. Aralarında məsafələri də eyni olmalıdır. Bu C-dir. Baxırıq ki, deməli, digər şəkillərdəki elektrik sahəsinin qüvvə xətləri isə qeyri-bircins elektrik sahəsidir. Məsələn, 7 nömrəli testdə hansı bircins elektrik sahəsidir? D variantı. Sonra 8 nömrəli testdə nöqtədən yükdən R məsafədə elektrik sahəsinin intensivliyinin məsafədən asılı qrafikini istəyir. Bunun üçün düsturu yazacaqsın. Y bərabərdir K2 böl R kvadratı. Y burada R kvadratı ilə tərs mütənasib olduğuna görə doğru cavabımız olacaq A variantı. Baxaq digər səhifəmizdə. Digər səhifəmizdə isə məsələn, burada kvadrat verir. Kvadratın təpələrində modulca eyni 4 yük verilmişdir və diaqonalların kəsişmə nöqtəsində yekun intensivliyin istiqaməti soruşur. Baxaq. Deməli, müsbət yük, müsbət yük. Yəni, hər ikisi müsbət yükdürsə, hər ikisindən eyni məsafədə yekun intensivliyin qiyməti 0 olur. Baxın, bunlara görə yekun intensivliyi 0-dır. Amma biri müsbət, biri mənfidirsə, bu zaman yekun intensivliyin qiyməti elə müsbətdən mənfiyə doğru yönələcək. Doğru cavabımız olacaq. Hansı variant? 5. Doğru cavabımız oldu. D variantı. Yəni, bayaq mən sizə qeyd etdim. Baxın, müsbət yük, müsbət yük. Arada məsafə də eynidir. R, bu da R. Yüklərin qiyməti də eynidir. Bu zaman daxildə yekun intensivliyi 0 olacaq. Amma biri müsbət, digəri mənfi olarsa, bu zaman yekun intensivliyin qiyməti elə müsbətdən mənfiyə doğru yönələcək. Ona görə doğru cavabımız oldu 5 nöqtəsi. Keçək 11 nömrəli testə. 11 nömrəli testdə yüklərin işarəsini soruşur bizdən. Baxaq. Deməli, A nöqtəsində qüvvə xətti
Yükdən xaricə yönəlibsə bu müsbət yükdür, yükę doğru yönəlibsə bu mənfi yükdür. Sonra 12 nömrəli testdə məsələn, qüvvə xətti yükę doğru, hər ikisində yükę doğru daxil olur. Onda bunlar hər ikisi nədir? Hər ikisi mənfidir. Sonra 13 nömrəli testdə. 13 nömrəli testdə bizə, məsələn, bu nöqtələrdə bizə işarəcə və qiymətcə eyni yüklər verir. Müsbət Q, müsbət 2Q. Və bizdən nə soruşur? Hansı nöqtədə sahənin yekun intensivliyinin qiyməti sıfırdır? Qeyd etdim ki, intensivliyin qiymətinin sıfır olması üçün yüklərin həm işarələri, həm qiymətləri də eyni olmalıdır və hər iki yükdən eyni məsafədə olmaqla daxildə bir nöqtə seçməli. Baxırıq, bu hansı nöqtədir? N nöqtəsidir. Baxın, N nöqtəsindən birinci yükə qədər olan məsafədə 2-dir, ikinci yükə qədər olan məsafədə də 2-dir. Ona görə də həmin nöqtənin yekun intensivliyin qiyməti nəyə bərabər olacaq? Sıfıra. Məsələn, 14 nömrəli testdə oxşar testdir. Sadəcə fərqlilik nədir? Mənfidir. Yəni, mənfi Q, mənfi Q. Yüklər qiymətcə bərabərdir. İşarəcə də eynidir. Bu zaman hər iki yükdən eyni məsafədə daxildə bir nöqtə seçməliyik. Məsələn, buradan da baxın, bu olur M nöqtəsi. Yəni, mənfi Q-dən də bura qədər M, bax, bura qədər də M. Hansı nöqtə seçdik? M nöqtəsi. Doğru cavabımız oldu. Hansı variant? B variantı. Keçək digər səhifəmizə. Məsələn, 23 nömrəli testdə bizə birciz elektrik sahəsi verilib və həmin birciz elektrik sahəsində elektron yerləşir. Yadda saxlayaq ki, elektron mənfidir və sahə tərəfindən elektrona F bərabərdir. Q vurulsun Y düsturu təsir edir. Və bizə deyir ki, həmin qüvvənin istiqamətini tap. Bunun üçün əvvəlcə birciz elektrik sahəsinin başlanğıc və sonlarının işarəsini təyin etməli. Baxın, bu hissə müsbət, bu hissə nədir? Mənfi. Mənfi yükę təsir edən qüvvə həmişə intensivlik vektorunun əksi istiqamətində yönələcək. Baxın, müsbətə doğru gedəcək. Ona görə doğru cavabımız olacaq. Hansı variant? Y variantı. Digər nöqtədə yenə elektrondur və elektrona sahə tərəfindən təsir edən qüvvə yenə intensivlik vektorunun əksi istiqamətində yönələcək. Hansı tərəfə? Müsbət tərəfə. Doğru cavabımız olacaq yenə Y variantı. Məsələn, burada sürətin istiqaməti dəyişə bilər, amma qüvvənin istiqaməti heç vaxt dəyişməyəcək və qüvvənin istiqamətini də siz özünüz təyin edəcəksiniz və testlərdə onu heç vaxt sizə verməyəcək. Məsələn, baxırıq 25 nömrəli testdə. 25 nömrəli testdə bizə proton verib. Proton müsbət yüklü zərrəcikdir. Baxın, müsbətdir. Və protonu təsir edən qüvvənin istiqamətini soruşur. Məsələn, müsbət tərəf protonu itələyir, mənfi tərəf isə protonu cəzb edəcək. Bu zaman protona təsir edən elektrik qüvvəsi intensivlik vektorunun istiqaməti ilə həmişə üst-üstə düşəcək. Ona görə gəlin baxaq, doğru cavabımız oldu. Hansı variant? Y variantı. Aydın oldu. Bu bizə lazımdır ki, qüvvələrin istiqamətini tapmaq. 28 nömrəli test. Elektrik sahəsinin intensivliyinin qiyməti 30 voltdur. Deməli, elektrik sahəsində bir sınav yükü var. Sonra sınav yükünü Q/2, yəni sınav yükünün qiymətini 2 dəfə azaldıb, yəni yükü 2 dəfə kiçik olan başqa bir sınav yükü ilə əvəz etsək, bir intensivliyin qiyməti neçə olar? Yenə deyəcəksiniz ki, 30 volt böl metr. Yəni, intensivlik vektoru sınav yükünün qiymətindən asılı deyil. Sonra 29 nömrəli test. Mənfi yükün A nöqtəsindəki intensivliyi ilə B nöqtəsindəki intensivliyini müqayisə etməli. Bunun üçün intensivliyin tabi olduğu düsturu yazırıq. K2 böl R kvadratı. İntensivlik R kvadratı ilə tərsdir. B nöqtəsindəki intensivlik A nöqtəsindəki intensivlikdən 4 dəfə böyük olacaq. Doğru cavabımız B variantı. Nəyə görə? Çünki B nöqtəsi mənfi yükę daha yaxındır. Yəni, məsafəsi kiçikdir. B-nin məsafəsi A nöqtəsinin məsafəsindən 2 dəfə kiçikdir. Məsafəsi kiçikdirsə, intensivliyi böyük olacaq. Neçə dəfə? 4 dəfə. 30 nömrəli testə baxaq. 30 nömrəli testlədir ki, hansı halda kvadratın mərkəzində elektrostatik sahənin intensivliyi sıfıra bərabər olmalıdır?
Biz qeyd etdik ki, intensivliyin sıfıra bərabər olması üçün düz xətt çəkdik. Həmin düz xəttin mərkəzində bir A nöqtəsi götürdük və hər iki tərəfdə müsbət yük götürdük. Bu zaman daxildə intensivlik sıfırdır. Və hətta ki, bunlar hər ikisi mənfi də ola bilər. İndi buna oxşar variantı seçməliyik. Baxın, bu olacaq bizdə hansı variant? B variantı. Baxın, bu müsbət yükdən, bu müsbət yükə bir xətt çəkirik. Alırıq, baxın, bu kvadratın diagonalı və həmin diagonalların, baxın, mərkəzində bu nöqtədən yekun intensivliyin qiyməti sıfıra bərabər olacaq. Məsələn, burada verir, biri müsbət, biri mənfidirsə, bu zaman yekun intensivlik mənfiyə doğru yönələcək. Sonra biri mənfi, yenə biri mənfi. Yüklərin qiymətləri fərqli olduğuna görə, məsələn, mənfi kölün intensivliyi digər mənfi kölün intensivliyindən böyük olub, mənfidə də həmişə özünə doğru yönələcək. Bax, burada da sıfır deyil. Məsələn, burada da mənfi yüklüsə intensivlik özünə doğru, müsbət yüklüsə intensivlik özündən hara doğru yönələcək? Kənara. Bəs intensivlik sıfır olan hansı hal oldu bizdə? B variantı. Keçək 31 nömrəli testdən. 31 nömrəli testdə 2 müsbət yük verilib. Məsafələr eynidir, yüklərin modulları eynidir. Bu zaman, məsələn, bizdə testlərdə verirdi ki, nöqtə daxildədir. İndi nöqtə hər iki yükdən kənarda yerləşib. Və deyir ki, O nöqtəsində yekun intensivliyi vektorunun istiqaməti hansıdır? Müsbət yükün intensivliyi vektoru özündən kənara, bu müsbət yükün də intensivliyi özündən kənara gəlir. Bu zaman yekun olur onlar üçün diagonal. Doğru cavab oldu. Hansı variant? A variantı. Baxaq digər səhifəmizdə. Digər səhifədə isə mənfi yük verilib. Məsələn, mənfi yükdürsə, mənfi yükün intensivlik xətti O nöqtəsində bu mənfi yükün özünə doğru, digərinki də özünə doğru. Hər iki intensivlik vektoru eyni nöqtədən çıxır. Bu zaman onlar arası üzərində paraleloqram qurmaqla paraleloqramın diagonalı olur, yekun. Bu da olur hansı nöqtə? Bir nöqtəsi. Keçirik 33 nömrəli testə. 33 nömrəli testdə bizə bir kvadrat verir. Kvadratın təpə nöqtələrində A, C, B nöqtələri verir və burada da nöqtəvi Q yükü verir. Və həmin yükün ABC nöqtələrindəki intensivliklərinin müqayisəsi soruşur. Məsələn, A nöqtəsindəki intensivlik yazırıq YA. Yazırıq YA bərabərdir K, deməli Q vurulsun. Burada R-ın nə ilə verir bizə A-nı? Buraya yazacaqsa A kvadratı. Sonra B nöqtəsindəki intensivlik. Yenə yazırıq YB bərabərdir K, buraya yazırsın Q0, B nöqtəsindəki R indi nəyə bərabərdir? A-ya. Burada yazıq A kvadratı. Sonra isə C nöqtəsindəki intensivliyi yazacaq. C nöqtəsindəki intensivliyi yazmaq üçün əvvəlcə həmin Q yükündən C nöqtəsinə qədər olan məsafəni təyin etməli. Həmin məsafəni çəkəndə, baxın, buradan bura məsafəni çəkəndə oldu kvadratın diagonalı. Bu zaman biz baxın, burada həmin yükdən C nöqtəsinə qədər olan məsafə, yəni R məsafəsi kvadratın diagonalına bərabərdir. Həmin diagonalı tapmaq üçün istifadə edirik Pifaqor teoremindən. Yəni, diagonalın kvadratı, yəni R-in kvadratı bərabərdir A kvadratı üstəgəl A kvadratı. Buradan da R kvadratı bərabərdir 2A kvadratı. Bunu kökün altına salmayacağım. Çünki düsturumuzda axı R-in kvadratıdır. Ona görə də bura R kvadratının yerinə yazacaq 2A kvadratı. İndi gəlin müqayisə edək. Baxın, A ilə B-nin düsturları eynidir. Bu deməkdir ki, A nöqtəsindəki intensivliklə B nöqtəsindəki intensivlik bir-birinə bərabərdir. Gəlir C nöqtəsindəki intensivlik. C nöqtəsindəki intensivliyin qiyməti isə A və B-ndəki qiymətdən 2 dəfə kiçikdir. Onda A və B C-dən 2 dəfə nədir? Böyükdür. Baxaq, doğru cavabımız hansı variantdır? Doğru cavabımız olur Y variantı. Keçək 34 nömrəli testdə isə burada artıq məsələlərdir ki, burada qiymətləri yerinə qoyub həll edəcəksiniz. Məsələn, intensivliyin qiyməti verib, Y-ni verib bizə, baxın, üstünə yazıram. Sonra qüvvəni verib bizə, F-i verib, elektronu verib, deyir sayı tap. Biz yazırıq bu düsturu. F bərabərdir Q vurulsun Y.
Və sayı tapmaq üçün biz burada Q-nü açmalıyıq. Axı deyirik ki, cismin yükü bundan əvvəl Q bərabərdir N7. Buradan Q-nün yerinə F bərabərdir N vurulsun Y vur Y və düsturdan tuzluqdakı artıq elektronların sayını tapırıq. Buradan N-i tapırıq. N bərabərdir F bölünsün elektron vurusunun intensivliyi. Baxın, bu düsturdan qiymətləri yerinə qoyub hesablamana apararsınız. Keçək 35 nömrəli testə. 35 nömrəli testdə intensivlik verib 50, sonra Q-nü verib 0,4 nanokulon, nano 10 üstü -9'dur. Sonra elektriklənmiş kürə elektrostatik sahədə tarazlıqdadır. Kürənin kütləsini tap. İndi tarazlıqdadır deyəndə nədir? Baxın, bircins elektrik sahəsi çəkirik. Burada biz ta ki bir yük götürürük. Gəl götürək müsbət yük götürək. Bu hissəyə bircins elektrik sahəsi götürək müsbət. Bir sahədə tarazlıqdadırsa zərrəciyimizə ən azı 2 qüvvə təsir etməlidir. Bu qüvvələrdən biri onu aşağı çəkir ağırlıq qüvvəsi. Müsbətdirsə onu mənfi tərəfə çəkir elektrik qüvvəsi. F bərabərdir Q-yə. Və tarazlıq şərtinə görə yazacaqsınız ki, mc bərabərdir Q vur Y. Baxın, biz düsturumuzu aldıq. Zərrəciyin tarazlıqda olan zərrəcik üçün tənliyi aldıq və həmin tənlikdən kütləni tapacaqsınız. Yazacaqsınız M bərabərdir Q Y bölünsün Z. Burada da Q-nün əvvəlki Q-nü verir 0,4 nanokulon. Baxın, qiymətləri yerinə qoyub hesablama aparırsınız. 36 nömrəli test isə elə intensivliyin özünün tabi olduğu düsturda Y bərabərdir K Q0 bölünsün nə yazacaqsınız? R kvadratı. Və buradan qiymətləri qoyub yerinə hesablayırsınız. Məsələn, baxın, bu 36-nın düsturudur. Məsələn, bu 35-in düsturudur. Baxın, buradan 35. Digər isə neçədir? 34 nömrəli test. Qiymətləri qoyub hesablama apara bilərsiniz. Digər səhifəmizdə isə məsələn, elektrik sahəsi intensivliyinin vahidini əsas vahidlərlə ifadə edir. Birinci yazda Y bərabərdir F böl Q. Buradan ifadə etmək çox rahatdır. Newton bölünsün kulon. Newtonu açırıq Newtonun ikinci qanunu ilə kiloqram vurulsun metr bölünsün saniyənin kvadratı. Kulon da bizdə amper vurulsun saniyədir. Baxın, saniyə kvadratı, bu da saniyə olacaq saniyənin kubu. Gəlin baxaq. Kiloqram vurulsun metr, amper vurulsun saniyənin kubu. Doğru cavabımız oldu. Hansı variant? A variantı. 39 nömrəli testdə isə üfüqi vəziyyətdə qoyulmuş yüklənmiş növlər arasında müəyyən yükə malik M kütləli damcı sükunətdədir. Sükunətdədirsə yenə damcıya 2 qüvvə təsir edəcək. Bu biri mc, digər isə elektrik qüvvəsi Qy. Baxın, 2 qüvvənin üçün tənliyimizi yazdıq və həmin bu düsturdan Q'nü tapırıq. Q'nü tapanda mc-ni nəyə böləcəksiniz? Y-yə. Doğru cavabımız oldu. Hansı variant? Y variantı. Məsələn, 40 nömrəli testdə həmin tənliklə olacaq. Bir intensivliyi tap. Bunda mc-ni Q'yə bölürsün. Doğru cavabımız olur. D variantı. 41 və 42 nömrəli testlər nə deyir bizə? Deməli, A nöqtəsində yekun intensivliyin modulu nəyə bərabərdir? Baxırıq. Deməli, A nöqtəsi bir düz xətt verilib. Sağ və sol tərəfdə eyni işarəli yüklər verilib. Hər iki yükün işarəsi və qiyməti eynidir. Aralarında məsafələri də eynidir. Bu zaman daxildəki A nöqtəsində yekun intensivliyin qiyməti 0-a bərabərdir. Eyni ilə 42 nömrəli testdə də A nöqtəsi verib. Sağ və sol tərəfdə eyni işarəli yüklər verib. Aralarında məsafələr də eynidir. Bu zaman A nöqtəsində yekun intensivliyin qiyməti 0-dır. Yəni, qaydada mən bunu sizə izah etdim. Videonun əvvələ çevirib qaydaya baxa bilərsiniz. Sonra 43 və 44 nömrəli testlərdə intensivliyin məsafədən asılı qrafiki verilir. Dialektik nüfuzluğun ən böyük qiymətini soruşur bizdən. Bunun üçün biz intensivliyin dialektik nüfuzluqla olan düsturunu yazırıq. Yazırıq Y bərabərdir K Q0 bölünsün epsilon R kvadratı. Və düsturdan epsilonu tapırsınız. Epsilon bərabərdir K Q0 bölünsün Y vurulsun R kvadratı.
Və bizdən nə soruşur? Məsələn, 43-də deyir ki, intensivliyin ən böyük, dialektik nüfuzluğun böyük qiyməti. Dialektik nüfuzluq böyük olması üçün bu hər iki kəmiyyətin qiyməti kiçik olmalıdır. Hər iki kəmiyyətin kiçik qiyməti də onlar üçün ortaq nöqtə olan bir nöqtəsidir. Digərində isə deyir ki, dialektik nüfuzluğun qiyməti kiçik olmalıdır. Onda intensivliklə məsafənin hər ikisinin qiyməti böyük olmalıdır. Hər ikisinin böyük qiyməti isə 3 nöqtəsidir. Yəni, hər ikisi sıfırdan daha uzaqda olan bir nöqtədə böyük qiymət alıb. Yəni, həmin kəmiyyətlər böyük qiymət alırsa, bu zaman dialektik nüfuzluğun qiyməti kiçik olur. Budur 3'tür. Doğru cevabımız oldu. Hansı variant? D variantı. Baxaq digər səhifəmizə. Digər səhifəmizdə isə 45-46 nömrəli testlərdə yüklər verilib, bir də kütlələr verilib. İki yüklü zərrəcik qarşılıqlı təsirdədir. Qarşılıqlı təsir Newtonun 3-cü qanunudur və bu qarşılıqlı təsir zamanı zərrəciklərin təcilləri arasında hansı münasibət doğrudur? Dərsdə də mən sizə izah etmişdim. Qarşılıqlı təsir zamanı zərrəciklərin aldığı təcilləri onların kütlələrinə görə müqayisə edəcəksiniz. Yəni, A1 böl A2 bərabərdir M2 bölünsün M1. Yəni, təcil qarşılıqlı təsir zamanı təcil kütlə ilə tərs mütənasibdir. Məsələn, ikincinin kütləsi birincinin kütləsindən 2 dəfə kiçikdirsə, onda təcili 2 dəfə böyükdür. Doğru cavabımız oldu. Hansı variant? A variantı. Yəni, yükə görə müqayisə etməyəcəksiniz. Sonra 46 nömrəli testdə yenə zərrəciklər qarşılıqlı təsirdədir. Onların təcillərini müqayisə etmək soruşulur. Yükə görə müqayisə etməyəcəksiniz. Kütləyə görə müqayisə edəcəksiniz. M2 bərabərdir 2M1. Buradan da onda A1 bərabərdir. Yəni, A2 bərabərdir. A1 bölünsün 2. Neçə dəfə kiçik oldu? 2 dəfə kiçik oldu. Sonra 47 nömrəli test. Məsələn, A nöqtəsində nöqtəvi yükün yaratdığı elektrik sahəsinin intensivliyinin istiqaməti soruşulur. Hər iki yükün işarəsi eynidir. Amma fərqli olan məsafələrdir. Məsələn, buraya R deyək, buraya 2R deyək. Siz baxırsınız, baxın, bu yükün, yəni buna birinci yük deyək, buna ikinci yük deyək. Birinci yükün məsafəsi ikinci yükün məsafəsindən kiçikdir. Məsafəsi kiçikdirsə, onun intensivliyi böyükdür. Mənfidə də böyük olub, özünə doğru yönələcək. Ona görə yekun elə birinci yükə doğru yönələcəkdir. Burada da cavabımız olacaq. Yekunun istiqaməti sağa yönəlmişdir. Cavab olacaq B variantı. 48 nömrəli testdə yenə yüklərin işarələri eynidir, yəni qiymətlər eynidir, amma fərqli olan məsafələrdir. Buraya yazaq R, buraya yazaq 3R. Məsələn, buna birinci yük deyək, digərinə isə ikinci yük deyək. Məsafəsi kiçik olanın intensivliyi böyükdür. Mənfidə də intensivliyi böyük olub, özünə doğru yönələcək. İndi yekun intensivliyin qiyməti getdi hara doğru? Sola doğru. Aha. 49 nömrəli testdə isə mənfi nöqtəvi yükdür və mənfi nöqtəvi yük müstəvi kondensatorun nöqtələri arasından daxil olur və həmin elektronun hərəkət trayektoriyası mənfi müsbət tərəfindən cəzb olunacaq. Doğru cavabımız olacaq nədir? 2. Məsələn, 50-də isə müsbət mənfi tərəfindən cəzb olunacaq, yəni zərrəcik bircə elektrik sahəsində istiqamətini dəyişəcək. Məsələn, ki, elektrik sahəsi müsbət və ya mənfi yüklü zərrəcikləri meyl etdirir. Burada da cavabımız olacaq nə? Aha, bu müsbətdir, hə, müsbətdirsə hara doğru meyl edəcək? Mənfiyə doğru. Burada cavabımız olacaq 2. Baxın, 50-də nə götürdük? Mənfidirsə müsbətə doğru 2, yəni 49-da. 50-də də müsbətdirsə mənfiyə doğru. Sonra 51-də hansı sırada yalnız vektorial kəmiyyətlər təsvir olunmuşdur? Deməli, vektorial kəmiyyət elektrik sahəsinin intensivliyi bir də qüvvə. Yəni, Y dedik ki, intensivliyi vektorial kəmiyyət olub istiqaməti müsbət yükdən hara doğru yönələcək? Mənfi yükə və yaxud da ki, müsbət yükdən kənara, mənfi də özünə doğru. Qüvvə də ki, mexanikadan bilirik ki, qüvvə vektorial kəmiyyətdir. Baxaq digər səhifəmizdə testlərimiz var. 52 nömrəli testdə, məsələn, 53 nömrəli testdə tənliklərin qurulmasıdır ki, burada da biz
Məsələn, elektrik sahəsində yüklü zərrəciyyin hərəkət tənliyi bayaq qeyd etdim ki, MA bərabərdir QY-dir. Baxın, MA bərabərdir Q vur Y-dir. Tez zaman müddətində zərrəciyin sürətini soruşur, yazırsınız V bərabərdir A vurulsun T'dir, zərrəciyin A-nın sürəti. Buradan A-nı tapırsınız. A-nı tapsaq QY bölünsün M vurulsun T. Gəlin baxaq görək hansı alırıq. Doğru cavabımız olur. Hansı variant? Y variantı. Sonra 53 nömrəli testdə isə zərrəciyin yer dəyişməsi olarsa, sahədə zərrəciyin sürəti. Bu zaman zərrəciyin yer dəyişmə ilə olan sürət düsturu V bərabərdir kök altında 2AS. Yenə tənliyin düsturuna, yəni MA bərabərdir QY tənliyi ilə A-nı tapırsınız. Yəni 2 vurulsun, QY vurulsun S bölünsün M. Gəlin baxaq. QY vur S bölü M. Doğru cavabımız hansı variant olur? Olur Y variantı. Baxırıq 54 nömrəli testdə. 54 nömrəli testdə isə, baxın qaydada da izah etmişdim. Məsələn, müsbət nöqtəvi yükün A nöqtəsindəki intensivliyi Y-dir. Baxın A-da. Bizə deyir ki, B nöqtəsindəki. İndi B nöqtəsi yükə daha yaxındır. Məsələn, belə də yaza bilərsiniz. Gəlin sizə tənasüb qurbanla başa salım mən bunu. Y bərabərdir K Q0 böl R kvadratı. Baxın, R kvadratı. Burada Q eynidir. Y R kvadratı ilə tərsdir. B nöqtəsindəki intensivliyi soruşduğuna görə mən tənasübü B nöqtəsi ilə başlayıram. YB bölünsün YA bərabərdir. RA'nın kvadratı bölünsün RB'nin kvadratına. Aha. A nöqtəsindəki intensivliyə YA deyir. Buradan da YB bərabərdir. Gəlin YA-nı bura atsaq. İndi RA məsafəsi. Buradan buraya RA məsafəsi. Deməli 1, 2, 3, 4. Burada olacaq 16. YA da 7. YB məsafəsi B nöqtəsinə qədər olan məsafə 2-dirsə kvadratı olacaq 4. O da burada alırıq. Neçə? Y, 4Y. Deməli, B nöqtəsindəki intensivliyin qiyməti isə olacaq neçə Y? 4Y. 55 açar sözlərdir. Bunu özünüz oxuyub baxarsınız. Keçək 57 nömrəli testə. 57 nömrəli testdə də bundan biz əvvəlki səhifədə işlədik. Deməli, mənfi yük. Deməli, yüklər həm işarəcə, həm də qiymətcə, bir-birinə, modulca, bir-birinə bərabərdir. Amma məsafələr fərqlidir. Bura R deyək, bura 2R deyək. Məsələn, buna birinci yük deyək, buna ikinci yük deyək. Hansının məsafəsi kiçikdirsə, onun intensivliyi böyükdür. Mənfidə də intensivliyi böyük olub, özünə doğru çəkilir, özünə doğru yönəlir. Ona görə də elə yekun intensivlik mənfi yükę doğru yönələcək. Doğru cavabımız olacaq. Hansı variant? C variantı. Baxaq 58 nömrəli testdə. 58 nömrəli testdə bir düz xətdir. Baxaq, düz xətt. Bir tərəfindən mənfi yük verib, mənfi 9 küp. Məsafələr eynidir. Digər tərəfində isə müsbət 3 küp verib, məsafələr eynidir. Biri müsbət, biri mənfidirsə, qeyd etmişdim əvvəldə. Daxildə yekun intensivlik toplanır. Y1 üstə gəl Y2. Və şərt nə verib? Deməli, birinci yükün, yəni Q1 yükünün A nöqtəsindəki intensivliyi Y-dir. Yəni Q1 yükün ki, yəni Y1'ə Y yazacaq. Buna yazacaqsınız Y. Bu Y yekundur. Bəs ikinci Q2'ninki nə olacaq? Q2'nin yükü Q1'in yükündən 3 dəfə böyükdür modulu. Yükü 3 dəfə böyükdürsə, intensivliyi 3 dəfə böyük olacaq. O da məsələn, bu Y-dirsə, bunun intensivliyi neçə Y olacaq? 3Y. Burada yazırıq ki, Y2'ye də yazırsınız 3Y. Və yekun intensivliyi olur bizdə neçə Y? 4Y. Keçək 59 nömrəli testə. 59 nömrəli testdə isə məsafələr fərqlidir, yüklər eynidir. İşarələr eynidirsə, qeyd etmişim ki, daxildə yekun intensivlik yüklərin fərqidir. Yəni, digər yüklərin yaratdığı intensivliklərin fərqidir. Yəni, Y2 çıx Y1. Məsələn, niyə görə Y2-dən Y1 çıxdım? Y2'nin, yəni Q2 yükünün A nöqtəsinə qədər olan məsafə R, digər məsafəsi isə 3R'dir. Məsafə kiçikdirsə, intensivliyi böyükdür. Ona görə Y2-dən Y1'i çıxdım. Və burada da şərt qoyub bizdə. Məsələn, A yükünün, yəni Q1 yükünün A nöqtəsində yaratdığı intensivlik 7.
Burada gəlin yazaq y yekun bərabərdir. Məsələn, birinci yükün yaratdığına y deyək. İkincinin məsafəsi birincinin məsafəsindən 3 dəfə azdır. Məsafəsi 3 dəfə azdırsa, intensivliyi 9 dəfə çoxdur. Ona görə y2-yə yazırıq 9y. 9y'dən də y-ni çıxanda cavabımız olacaq 8y. Doğru cavabımız oldu y variantı. Baxaq 60 nömrəli testə. 60 və 61 nömrəli testlər eyni tipli testlərdir. Gəlin biz 61-ə baxaq. 61 nömrəli testdə deməli bizə tərəfi A və 3A olan düzbucaqlı verilir və düzbucaqlının A və B nöqtələrində verilir. Müsbət yükün yaratdığı intensivlikləri müqayisə edək. Əvvəlcə gəlin A nöqtəsindəki intensivliyin düsturunu çıxaram. Deməli yazılır YA bərabərdir. K vurulsun Q bölünsün R kvadratı. R neçədir burada? 3A'dır. Olacaq 9A kvadratı. Bəs B nöqtəsində, B nöqtəsinə qədər olan məsafəmiz R. Deməli, YB bərabərdir. YB bərabərdir. K vurulsun Q. B nöqtəsinə qədər olan məsafə, bura 3A'dır, bu tərəfdə A'dır. Deməli, B nöqtəsinə qədər olan məsafəni, yəni RB məsafəsini tapmaq üçün Pifaqor teoremini tətbiq edirik. Burada elə RB-nin kvadratı olduğuna görə mən bura kvadrat yazdım. Yəni, baxın, burada düzbucaqlı 3 bucaq aldıq biz. Bir tərəfə adı, deməli, A kvadratı. Üstə gəl 3A kvadratı. Oldu 9A kvadratı. Bu da bizə verdi 10A kvadratı. Onu bura yazacaqsınız ki, KQ bölünsün 10A'nın kvadratı. Deməli, YA-nı YB-yə nisbətini alacaqsınız. Alırıq YA bölünsün YB bərabərdir. Tərəf-tərəf bölsə KQ-lər gedəcək, A kvadratları gedəcək, 10 çıxacaq kəsrin surətinə. Deməli, 10 bölünsün 9. Buradan da YA bərabərdir. 10 böl 9 vurulsun YB. Doğru cavabımız olacaq. Hansı variant? C variantı. 60 nömrəli testə oxşar testdir. Yenə deyək. Deməli, bir A nöqtəsi üçün intensivlik yazdıq. Bir də B nöqtəsi üçün intensivlik yazıb, sonra onları tərəf-tərəfə bölüb müqayisə etdik. Diqqətli olsanız, baxın, deməli, nöqtələrdən hansı yükə yaxındırsa, onun intensivliyi böyüdür. Baxın, A nöqtəsi daha yaxındır. Burada da, məsələn, daha yaxın olan, məsələn, ən böyük qiymət də burada elə C nöqtəsidir. Məsələn, bu nöqtədəki qiymət digərləri ilə müqayisədə nədir? Böyükdür. Keçək 62 nömrəli testə. 62 nömrəli testədir ki, Q0 yükünü hansı nöqtədə yerləşdirmək lazımdır ki, sistem tarazlıqda qalsın. Deməli, biz Q0 yükünü elə bir nöqtədə yerləşdirə bilərik ki, həmin nöqtədə həm də yekun intensivliyi 0 olar. Daxildə yekun intensivliyin 0 olması üçün həmin yüklərin intensivlikləri bərabər olmalıdır. Yəni, birinci yükün intensivliyi ikinciyə bərabər olmalıdır. Məsələn, indi birinci yükün olduğu nöqtəni koordinat başlanğıcı adlandırırıq. Yəni, birinci yükdən hər hansı bir məsafədə intensivlik 0 olmalıdır. Buna deyək X. İndi yazaq K vurulsun. Birinci yükün qiyməti Q-dür. Məsafəyə yazaq X kvadratı. Bərabərdir. İkinci yükümüz K vurulsun. Yükümüz neçədir? 9Q. Bura yazıq 9Q. İndi bax, götürdüyümüz bu nöqtədən yükə qədər olan məsafəni tapmaq üçün, yəni bu məsafəni, baxın, iki yük arasındakı məsafə 4'dür. Həmin bu məsafə, burada Y deyək. Yəni bu Y məsafəsi bərabərdir. 1, 2, 3, 4. 4 çıxılsa nə olacaq? X. Onda bunun da məxrəcinə yazacaqsınız ki, 4 çıxılsın X, kənarda nədir? Kvadrat. K-lar gedəcək, 9'u bura vursa, 9X kvadratı bərabərdir. 4 çıxılsın X'in kənarda nə yazdı? Kvadrat. Kvadrat kökü alsaq 3X bərabərdir. 9 çıxılsın X. 4X bərabərdir 4'ə. X də bərabərdir 1'ə. Deməli, birinci yükün olduğu nöqtəyə biz koordinat başlanğıcı dedik. Bu nə deməkdir? Birinci yükdən, buranı gəlin silək indi. Birinci yükdən bir bölgü içəri. Baxın, bir bölgü içəri bir nöqtə götürsək, həmin nöqtədə yekun intensivliyi 0 olur
və yekun intensivliyin 0 olduğu nöqtəyə biz bir Q0 yükü yerləşdirsək, o tarazlıqda qalar. Şifahi də həll edə bilərdik. Məsələn, biz dedik ki, daxildə yekun intensivliyin 0 olması üçün yüklər bərabər olmalıdır. Məsafələr də necə? Məsələn, bu Q-dürsə, bunun məsafəsi 1 olmalıdır. Bu 9 Q-dürsə, bunun məsafəsi 3 olmalıdır ki, məxrəcdə bizdə neçə alınsın? 9 alınsın. Yəni, Y-lər bərabər olması üçün. Bu formada da yaza bilmirsinizsə, məsələn, diqqətli olun, videonun əvvəlinə çevirsəz, yenə bu formanı yaza bilərsiniz. Bir də bura Y-i mən yenidən bura nə yazacağım? Deməli, yazaq. Birinci üçün KQ bölünsün X kvadratı. İkinciyi yazırıq ki, 9KQ bölünsün Y-in kvadratı. Y də burada nə dedik biz? Baxın, Y bizdə. Məsələn, buradan buranı mən X adlandırmışdım. Buradan bura bizdə 4-dür. Bura isə Y-dir. Y-i tapmaq üçün 4-dən nəyə çıxmalıyım? X-i. Ona görə bura yazdım. 4 çıx X. Cavab da neçə aldı? 1. Doğru cavabımız oldu. Hansı variant? B variantı. Baxaq digər səhifəmizdə hansı testlərimiz var. Eyni də 63 nömrəli test elədik. Məsələn, şifahi şəkildə də yaza bilərik. Deməli, Q0 yükünü hansı nöqtədə yerləşdirmək lazımdır ki, sistem tarazlıqda qalsın? Sistemin tarazlıqda qalması üçün onların intensivlikləri də bərabər olmalıdır. Y1 nəyə bərabər olmalıdır? Y2-yə bərabər olmalıdır. Bunun üçün, məsələn, Y1 birinciyə görə, məsələn, 4Q-dür. Məxrəcə X kvadratı, R kvadratı deyil. Məxrəcə də bizdə 4 olmalıdır. Y2-miz isə, K-mızı da gəlin yazaq bura. Y2 isə bizdə KQ-dür. Məxrəcdə də olmalıdır 1 R kvadratı. Yəni, birincinin R2-nin məsafəsini mən 1 götürməliyəm. 1-in kvadratı olmalıdır. 1-in kvadratı da 1. R1-in məsafəsini 2 götürməliyəm ki, bura 4 yazım. Bu nə cür olacaq? Deməli, birinci yükdən 2 bölgü içəri, birinci yükdən isə 1 bölgü içəri. Doğru cavabımız olacaq. Hansı nöqtə? 2 nöqtəsi. Bir də diqqət o, hər ikisi müsbətdirsə, yekun intensivlik daxildə 0 olacaq. Yəni, yükdən kənarda isə yekun intensivliyin qiyməti artacaq. Sonra 64 nömrəli testdə isə bizə bircins elektrik sahəsi, yəni kondensatorun lövhələri arasında bizə bir yük verilib. Həmin zərrəcik kondensatorun lövhələri arasında tarazlıqdadır. Qeyd edək ki, kondensatoru biz növbəti dərslərdə keçəcək. Məsələn, kondensatorun bir lövhəsi müsbət, bir lövhəsi mənfidirsə, lövhələr arası sahə bircins sahədir. Tarazlıqdadırsa zərrəciyə 2 qüvvə təsir edir. Kütləsi varsa ona aşağı hansı qüvvə təsir edəcək? MC. Bu zaman həmin zərrəciyə mənfiyə doğru elektrik qüvvəsi çəkəcək. F bərabərdir QY. İndi baxaq. Tarazlıqdadırsa MC QY-yə bərabərdir. Bunu tapdıq. Baxaq. Deyir ki, damcıya kondensatorun elektrik sahəsi tərəfindən təsir edən qüvvə ağırlıq qüvvəsinə bərabərdir. 3 doğrudur. Bəs damcının yükünü tapmalıyıq. Əgər damcının elektrik qüvvəsi mənfiyə doğru çəkirsə, deməli, damcının yükü müsbətdir. Damcı müsbət yükə malikdir. Deməli, 1, bir də nə oldu? 3. 65 nömrəli testə baxaq. 65 nömrəli testdə də damcı kondensatorun lövhələri arasında tarazlıqdadır. Tarazlıqda olan zərrəciyə 2 qüvvə təsir edir, ən azı 2 qüvvə və qüvvələr də bir-birinin əksinə yönəlməlidir. Bunu aşağı çəkir, bunlardan biri ağırlıq qüvvəsidir. Müsbətə doğru çəkir bunu elektrik qüvvəsi. Tarazlıqda olduğuna görə QY MC-yə bərabərdir. Bu 3-dür. Və damcının yükünü tapaq. Elektrik qüvvəsi damcını müsbət tərəfə çəkibsə, deməli, damcı nə cür damcıdır? Damcı mənfi yükə malikdir. Cavab olur 2. Deməli, doğru cavabımız oldu 2 və 3. 66 və 67 nömrəli testləri isə nöqtəvi yükdən 1 sm məsafədə intensivlik 8-dir. Bu yükdən 2 sm məsafədə intensivlik nə olar? Düsturumuzu yazırıq, Y bərabərdir. K Q0 böl R kvadratı. Nöqtəvi yükdirsə Q0 eyni də eyni yükdür. Y R kvadratı ilə təsdir. Məsafə əvvəlcə 1 idi, sonra olur məsafə 2.
Məsafə 2 dəfə artanda intensivliyin qiyməti əvvəlki ilə müqayisədə 4 dəfə azalacaq. Yəni Y2 bərabərdir Y1 bölünsün 4. Y1-in də qiymətini bizə 8 verir. 8-i 4-ə bölsək intensivliyin qiyməti oldu 2 volt bölünsün metr. 67 nömrəli testdə yəni nöqtəvi yükdür. Həmin yükdən 10 sm məsafədə intensivliyin qiyməti 3-dür. Dedi ki, bəs 5 sm məsafədə intensivliyin qiyməti neçə olar? Qeyd etdik ki, yəni eyni bir nöqtəvi yük üçün intensivliyin qiyməti məsafənin kvadratı ilə tərs mütənasibdir. Yəni 1 böl r kvadratı ilə tərsdir. Əvvəlcə məsafə 10 idi, sonra olub məsafə 5. Məsafənin qiyməti 2 dəfə azalıb. Yəni R2 bərabərdir R1 bölünsün 2. Məsafənin qiyməti 2 dəfə azalıbsa, intensivliyin qiyməti 2 dəfə artıb. Yəni Y2 bərabərdir 4Y1. Baxın 4Y1. 3 idisə 3 vur 4 neçə alacaqsınız? Alacaqsınız 12 volt bölünsün metr. 68 nömrəli test düsturu yazacaqsınız. Y bərabərdir K 2,0 bölünsün R kvadratı. Qiyməti yerinə qoyub məsələni həll edəcəksiniz. Keçək digər səhifəmizdə əgər testimiz varsa, bəli, burada da testimiz var. 69 nömrəli test. Deməli, bircəs elektrik sahəsində zərrəciyə təsir edən qüvvəni deyir. F bərabərdir Q7. Düsturu da qiymətlərini yerinə qoyub hesablayırsınız. 70 nömrəli testdə isə gəlin biraz da şəkli böyüdək. Çünki şəkli böyütsək, burada bizdə daha yaxşı olacaq. Deməli, burada koordinat başlanğıcında bir Q0 yükü verilib. Həmin Q0 yükündən bir R məsafədə, R məsafədə A nöqtəsi verib. A nöqtəsindəki intensivlik YA. Bir B nöqtəsi verib. B nöqtəsindəki məsafə YB. Və A nöqtəsindəki intensivliyin B nöqtəsindəki intensivliyi olan nisbəti soruşur. Bunun üçün biz nə etməliyik? Düsturu yazıb oradan Y bərabərdir K2,0 böl R kvadratı. R kvadratı eyni yüktür Q0 Y burada R ilə tərsdir. Bu zaman həmin nöqtələrə uyğun olaraq məsafə ilə intensivlik arasında tənasüb qurmalı. YA böl YB bərabərdir RA-nın kvadratı bölünsün RB-nin kvadratına. Və RA və RB məsafələrini tapmalıyıq. Bunun üçün biz Pifagor teoremini tətbiq etməliyik. Deməli, RA-nın kvadratı bərabərdir. Yəni, həmin A nöqtəsinin X oxuna proyeksiyası ilə Y oxuna proyeksiyasının kvadratlarını toplamalıyıq. Baxın, X-a kvadratla Y-a kvadratını toplamalıyıq. X oxuna proyeksiyası bizə 1 verir, Y oxuna proyeksiyası 2 verir. 1-in kvadratı 1, 2-nin kvadratı 4, aldıq 5. Deməli, biz bura RA-nın yerinə 5 yazacaq. Baxın, RA kvadratı. Ona görə birbaşa 5 yaza bilərik. Sonra RB kvadratı bərabərdir. X kvadratı üstə gəl, Y kvadratı. İndi B nöqtəsini həmin X nöqtəsinə bura proyeksiyası, B nöqtəsinin X oxuna proyeksiyası 3-dür. 3-ün kvadratı bizə 9, Y oxuna proyeksiyası isə 1-dir. 1-in kvadratı da 1, burada isə aldıq 10. Buraya isə yazırıq 10. Və bunları tərəf-tərəfə nə edirik? Bölürük. Bizdən hansını soruşur? Bizdən diqqətli olun. Deməli, A nöqtəsindəki intensivliyin B nöqtəsi, burada bir dənə diqqətli olaq. Görün, nədəsə diqqətsizlik etmişəm. Axı, Y ilə A biri-biri ilə tərsdir. Y, A böl YB yazanda bura B-ni yazmalıyım, bura A-nı yazmalıyım. Ona görə nə etməliyəm? Mən indi, baxın, burada gəlin bunu silək, gəlin yenidən silin, yazın mən bunu tənasübün hərflərində səhvlik etmişəm. Baxaq, çəkək bunu. Deməli, bura yazıq RB-nin kvadratı, bura yazırsınız RA-nın kvadratı. Bu da bərabərdir. RB-ni 10 tapmışıq, RA-nı neçə tapmışıq? RA-nı 5 tapmışıq. Cavabımız neçə olacaq? Cavabımız olacaq 2. Yenə diqqət, bax, buradan bura RA-dır, buradan bura RB-dir. Bucaq 90, bunlar Y və X arasında bucaq 90 dərəcədir. Yəni, A-ya qədər, B-yə qədər olan məsafəni tapmaq üçün Pifagor teoremini tətbiq etdik və proyeksiyanı, həm də proyeksiyanı tətbiq etdik. Keçək nəhayət 71 nömrəli testdə isə bizdə
Mesela müsbət Q yüküdür. Müsbət Q yükü hər iki tərəfdən müsbət Q yüklər verilir. Deməli, müsbət Q yükünün, deməli, A nöqtəsinin, yəni A orta nöqtədə. Deməli, hər iki nöqtədən, yəni A nöqtəsi hər iki yükdən eyni məsafədədir. Yüklər qiymətcə bərabərdir, məsafələr də eynidirsə, onda A nöqtəsində yekun intensivlik 0-a bərabərdir. Deməli, 1-ə Y yazırıq. Keçdik ikinci. İkinci bizə deyir hansı nöqtə? B nöqtəsində. Deməli, B nöqtəsi hansı yükə yaxındır? Bu müsbət yükə yaxındır. Məsafəsi digər müsbət yükün məsafəsindən böyükdür. Məsafəsi böyükdürsə intensivliyi böyükdür. Bunun intensivliyi böyük olduğuna görə yekun intensivlik digər yükə doğru yönələcək. Deməli, ikinci halda yekun intensivlik yönəldi sağa doğru. Bura yazırıq B variantı. 3. Üçüncü halda isə götürür C nöqtəsində. C nöqtəsində isə baxın bu yükün intensivliyi böyükdür. Müsbət yükü baxın intensivliyi bununki böyükdürsə, onda yekun intensivlik digər tərəfə yönələcək. Yönələcək sol tərəfə. Burada yazırıq A. Deməli, 1-ə Y, 2-yə B, 3-ə də nə oldu? 3-ə də oldu A. Keçək, nəhayət, 72 nömrəli testə. Deməli, sükunətdə olan nöqtəvi Q yükündən R məsafədə elektrik sahəsinin intensivliyinin modulu 7. İndi həmin məsafəni verməyim. Özünüz buradan bir R məsafəsi seçə bilərik. Bax, bura bir R yazaq. Müsbət Q0 yükünün, yəni Y-nin bir R məsafədə KQ bölünsün R kvadratı məsafədə, yəni gəlin bura bir D nöqtəsi yazaq. İntensivliyi 7. İndi birinci halda deyir ki, A nöqtəsi. İndi baxın, A nöqtəsinə qədər olan məsafə R bölü 3-dür. Məsafə R-dən 3 dəfə kiçikdir. Məsafə 3 dəfə kiçikdirsə, intensivlik 9 dəfə böyük olacaq. Çünki intensivlik məsafənin kvadratı ilə tərs mütənasibdir. Ona görə A nöqtəsinə nə yazacaqsınız ki? Sonra gəlib B nöqtəsinə. Deməli, B nöqtəsinə isə daha uzaqdadır. Deməli, həmin yükdən B nöqtəsinə qədər olan məsafə 2-dir. Məsafə 2 dəfə böyük olduğuna görə intensivliyin qiyməti 4 dəfə kiçik olacaq. Ona görə B nöqtəsinə yazırıq A. C nöqtəsinə qədər olan məsafə isə 3-dir. Məsafə 3 dəfə böyükdür. Məsafə 3 dəfə böyüksə, intensivliyin qiyməti 9 dəfə kiçilir. Deməli, buraya isə hansı nöqtəni yazacaq? D nöqtəsini yazacaq. Deməli, A-ya nəyə götürdü? A-ya götürdü C-ni. Çünki R böl 3-dür. Məsələn, bir R-ə deyək ki, R-ə 7. R-ə 7 deyəndə R böl 3-ə, çünki məsafə 3 dəfə kiçikdir. Buna neçə Y deyəcəksiniz? Buna deyəcəksiniz 9 Y. Sonra yenə R-ə 7. Sonra məsafə 2R-dir. Məsafə 2 dəfə artıbsa, intensivlik 4 dəfə nə olacaq? 4 dəfə azalacaq. Sonra R 3R-dir. Bu zaman intensivlik olacaq Y böl neçə? 9. Çünki məsafənin kvadratı ilə tərs mütənasibdir. Belə də çətin test deyil, diqqətli olsaz yaza bilərik. Bugünlük bu qədər. Bugünkü dərsimiz oldu elektrik sahəsinin intensivliyi, yekun intensivliyin qiymətinin və istiqamətinin tapılması və GIM test kursunda testlərlə tanış olduq. Növbəti videolarda görüşərik. Sağ olun.